O bağışlanmayan zülm haqqında ki, ən ağır zülm sayılır, Allaha qarşı edilən zülm. İnsan deyə bilər ki, Allah axı qüdrət sahibidir, Allah əzəmət sahibidir. Kim Allaha zülm eləyə bilər? Biz belə düşünürük də, təbii ki, Allaha olan imanımıza, mərifətimizə görə elə düşünürük ki, Allah heç kəs zülm eləyə bilməz. Amma məsələnin Allah çərçivəsindən baxanda, Allahın hüdudlar çərçivəsindən baxanda görürük ki, Allaha qarşı da zülm etmək, zülmə yol vermək mümkündür. Təbii ki, bu Allaha heç bir təsir eləmir. Axırda deyəcək ki, bu insanın özünə ziyan vurur, özünə etdiyi zülmdür. Yəni, insan əgər Allahın buyurduqlarına laqeyd qalırsa, Allahın vacibatına, haramlarına məhəl qoymursa, etinasız yanaşsa, Allaha qarşı zülmkar sayılır, Allaha qarşı zülm etmiş sayılır. Ona görə də Allah qadir olduğu kimi deyir, həm də səbirlidir. Ona qarşı olunan zülmü belə dərhal cəzalandırmır. Həmin zülmkar insanı ki, Allahın buyurduğuna etina göstərmir, biganə yanaşır, onu dərhal cəzalandırmır. Allahın həlim sifəti var. Həm də sonsuz rəhmətinə görə onlar üçün tövbə qapısını açıq qoyur. Kimlər ki, dinin, şəriətin hökmlərinə laqeyd yanaşırlar, Allah tövbə qapısını öz həlimliyi ilə onları cəzalandırmadan tövbəyə müvəffəq eləməyə çalışır. Və hüccətini insanlara, xilqət aləminə tamamlayandan sonra görsə ki, naşükürlüyündən əl çəkmir, bax, onda Allah zalimi belə bir zülmü cəzalandırır. Ki, buyurur, Maidə surəsi 95-ci ayədə ki, Vallahu azizun zuntiqam, Allah izzət sahibidir, yenilməz qüvvət sahibidir və intiqam sahibidir.